Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bloger Usuli bu səfər Zaur Baxşariyevin Bizimlə Sən verilişində oranın iştirakçısı olan Arzunun ürək getməsini tənqid edib. Bu cürə verilişlərin bizə lazım olmadığını bildirib həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Necəsiniz dostlar? Növbəti ürək getmə kampaniyası bu dəfə harda? Zaur Baxşaliyevin verilişində xanımın ürəyi gedir, amma biraz interesna gedir. Biraz fərqli ürək getmədir bu. Qəribəsi nədir? Xanım ürəyində nə var idisə, hamısını söylədi. Ürəyində heç nə qalmadı, amma ona rağmen ürəyi dözmədi və xanımın ürəyi getdi, yıxıldı yerə. Amma o yıxılma məqamı var. O videoya diqqətlə baxsanız görəcəksiniz ki, bəlkə də dünyada ilk dəfədir o formada ürəyi gedir. Ürəyi dözmür, bu həsrətə anam gəl demişkən Mətanət xanım İskəndərli, amma bu ana üçün ürəyi getməyib. Burada ana övlad məsələsi deyildi. Burada mən bilmədim kim anadır, kim övlad. Övlad deyir ki, ana mənə evi almayıb, ana mənə ər verməyib. Ana sizə nə ev, nə də ki ər verməli deyil. Ananın borcu sizə analıq etməkdir, sizin də borcunuz ananıza övladlıq etmək. Amma burada sanki ana sizi yox, siz ananı dünyaya gətirmişsiniz və sizə ər vermədiyinə görə 1-2-3 qat daha aqressivsiniz anaya qarşı. Bu biabırçılıqlar nə zaman bitəcəyini soruşmuram, çünki bitməyəcək. Allaha da qurban olun. Nə qədər desən ki, Allah betərindən saxlasın, sanki bizə inat 2 qat full paket daha betərini göndərir. Ona görə ona da artıq müraciət etmirəm. Nə deyək? Bu kimi verilişlər hələ də bizim üzümüzü qaraldacaq, qızardacaq. Sanki ölkəmizdə yaxşı şeylər yoxdur, elə belə şeylər varmış kimi. Davam edirik də, görək axırımız nə olacaq? Minmişik əlamətə, gedirik qiyamətə. Qiyamətdən qayıdış olurmu? Yox.